Məsələ 7. Tədbirdə 21 nəfər kişi və qadından ibarət nəzarətçi vardı. Qadınlardan qurula bilən ikili qrupların sayı kişilərin sayına bərabər olarsa, nəzarətçilərdən neçəsi qadın idi? Həlli. Deməli, qadınların sayını işarə edirəm x-nə. Qadınların sayı olsun x, onda kişilərin sayı olacaq cəmi 21 nəfər olduğundan 21 çıxaq x. Qadın nəzarətçilərdən qurula bilən ikili qrupların sayı təkrarsız kombinizonun köməyi ilə həll olunur, tapılır. Kombinizon n-dən k bərabərdir n faktorial, k faktorial bölək n çıxaq k faktorial. Onda x qadın olduğundan məsələnin şərtinə görə kombinizon x-dən 2 ikili qrupların sayı bərabər olacaq kişilərin sayına. Kombinizonu açırıq, bu olacaq x faktorial, 2 faktorial, vuraq x çıxaq 2 faktorial bərabərdir 21 çıxaq x-ə. Sadələşdirirəm, surəti yazıram x minus 2 faktorial, vuraq x minus 1, vuraq x, 2 faktorial 2 yazırıq, x minus 2 faktorial bərabərdir 21 çıxaq x-ə. X minus 2 faktorial, x minus 2 faktorial x-lər oldu. Qaldı x minus 1 vuraq x bölək 2 bərabərdir 21 çıxaq x-ə. Buradan tənasüb kimi açsam alıram. X kvadrat minus x bərabərdir 42 çıxaq 2x-ə. Buradan da aldıq ki, keçirdirik bir tərəfə x kvadrat üstə gəl x çıxaq 42 bərabərdir 0 çevrilmiş kvadrat tənliyini alıram. Buradan x1, 2 bərabərdir. 2-də mənfi 1 plus minus, mənfi 1-in kvadratı 1 üstə gəl, 4 vuraq 42, 168. Kökün altında 169 alındı, oradan da kök 13 çıxır. Mənfi 1 plus minus 13 bölək 2. Burada da müsbət kök ödəyir, x bərabərdir. Mənfi 1 plus 13 bölək 2 bərabərdir 6. Beləliklə, tədbirdə iştirak edən 21 nəfər qadın, 21 nəfər nəzarətçidən 6 nəfəri qadındır. Cavab 6 nəfər.